Dekabr ayında Azərbaycanda bazarlarda çay tikanının qohumu olan qeyri-adi qırmızı şeferdiya gilə meyvələri peyda olur. Şeferdiyanı həm təzə şəkildə istehlak edir, həm də ondan müxtəlif ərzaq hazırlamaları edirlər. Məsələn, onun meyvələrini şəkərlə əzərək qarışdırmaq və onlardan kompot hazırlamaq olar. Bunun üçün hazırlanan meyvələr yuyulur, əzilir və süzgəcdən keçirilir. Qalan çöküntüdən isə sonradan kompot hazırlamaq mümkündür. Alınan püre çəkilir və birin birinə nisbətində şəkər tozu ilə qarışdırılır. Hazır qarışıq qablaşdırılır və soyuducuda saxlanılır. Kompot hazırlamaq üçün çöküntü suya qoyularaq şəkər tozu əlavə etməklə qaynadılır. Şəfərdiyanın bütöv gilə meyvələrindən də kompot hazırlamaq mümkündür. İstifadə zamanı şəkərlə əzilmiş şəfərdiyanı kompotla qarışdıraraq mors əldə etmək, həmçinin su ilə qarışdırmaq olar. Həmçinin ondan dondurma və desertlər üçün toppling kimi istifadə etmək və ya çörəklə yemək də mümkündür.